Salam hörmətli müəllimlər, dəyərli abituriyentlər. Bildiyiniz kimi bu il yenə də olimpiada yarışları başlayır və mən də olimpiada yarışlarına qədər müddətdə əvvəlki illərdə istifadə olunmuş testlərin izahını paylaşmağa çalışacağam. Və bu testimiz keçən ilin, yəni 2024-cü ilin 8-ci sinifləri üçün təşkil olunmuş testidir və onların izahını verməyə çalışacağıq. Vaxt itirmədən keçək suallarımıza. Birinci sual. Xəritəyə əsasən doğru fikirləri müəyyən edin. 1. Həm keyfiyyət fonu, həm də izoxətlər üsulundan istifadə edilib. Gördüyünüz kimi şəkil Naxçıvanın yağıntıların paylanması xəritəsidir. Yağıntıların paylanması keyfiyyət fonu üsuluna aiddir. Həmçinin burada qırmızı xətlərə fikir versək, 10 dərəcəlik, 2 dərəcəlik, 6 dərəcəlik xətlər, bunlar temperaturun göstəricisidir, yəni izotermlərdir. Bildiyiniz kimi izotermlər olsun, izogiyetlər olsun, izobarlar olsun, bunlar hamısı izoxətlər üsuluna aiddir. Həmçinin küləklərin istiqaməti də verilib burada, bir növ onlar da hərəkət xətləri üsuluna aiddir. Ona görə birinci fikrimiz doğrudur. 2. Maksimum və minimum temperatur ən çox yağıntı düşən ərazilərdə qeydə alınıb. Maksimum temperatur burada müsbət 46 dərəcə, minimum isə mənfi 33 dərəcədir. Culfa şəhərində qeydə alınıb. Bura yağıntıların ən çox düşdüyü ərazi deyil. Yağıntıların demək olar ki, ən az düşdüyü ərazidir. Ona görə ikinci fikrimiz səhvdir. 3. Yanvar ayında hakim külək şimal-şərqdən, iyul ayında isə cənub-şərqdən əsir. İlin isti dövründə əsən külək qırmızı oxla, soyuq dövründə əsən külək isə göy oxla verilmişdir. Buradan görünür ki, yanvar ayındakı külək şimali şərqdən, iyul ayındakı temperatur isə şərqdən əsmişdir. Cənub şərqdən deyil. Ona görə üçüncü fikrimizdə səhvdir. 4. Heydərabad qəsəbəsi Culfa şəhərinin şimal-qərbində yerləşir. Heydərabad qəsəbəsinə fikir versək, Culfa şəhərindən yuxarıda və solda verilmişdir. Yəni bu da üfüqün şimal-qərb bölgəsinə, şimal-qərb tərəfinə uyğun gəlir və dördüncü fikir doğrudur. 5. Araz su anbarı Türkiyə ilə sərhəddə yerləşir. Görərik ki, Araz su anbarı Türkiyə ilə deyil, İranla sərhəddə yerləşir. Ona görə 5-ci şərtdə səhvdir. 6. 3-cü saat qurşağının orta meridianı yerləşir. Bildiyimiz kimi saat qurşaqlarının orta meridianını tapanda məntəqə şərq yarımkürəsində isə 3-ü vururduq 1 dərəcəlik saat qövsünün uzunluğuna. Yəni 3-ü vururduq 15-ə. O da eləyəcək 45 dərəcə şərq uzunluğu. Diqqət etsək, Naxçıvanda 45 dərəcə şərq uzunluğu kəsir. Deməli, bu da doğrudur. Cavabımız olacaq 1, 4, 6. Cavab C variantı. Sual 2. Pekin, Ankara, Madrid və Bakı şəhərləri üçün doğru fikirləri müəyyən edin. Bildiyiniz kimi, şəhərlər müvafiq olaraq Çinin, Türkiyənin, İspaniyanın və Azərbaycanın şəhərləridir, paytaxt şəhərləridir. Gəlin, indi onlara aid olan doğru fikirləri müəyyən edək. Şərq yarımkürəsində yerləşirlər. Bildiyiniz kimi, Madrid şəhəri İspaniyanın paytaxtı qərb yarımkürəsində yerləşir. Çünki Greenwich meridianı İspaniyanın şərqindən keçir. Madrid isə demək olar ki, mərkəzində yerləşir və qərb yarımkürəsində yerləşir. Birinci fikir səhvdir. Günəş ən tez Madrid şəhərində batır. Bildiyimiz kimi, günəş ən tez şərq tərəfdən çıxır. Ona görə də elə şərqdə ən tez çıxdığı üçün ən şərqdəki şəhərdə də batacaq. Bu şəhərlər içərisində də ən şərqdə yerləşən Pekin şəhəridir. Deməli, ikinci fikir də səhvdir. 3. 22 iyun tarixində günəş səhər tezdən şimal-şərq istiqamətində çıxır. Biz yerin günəş ətrafında hərəkətindən məlumdur ki, bizə günəş şimal tropiki ilə cənub tropiki arasında daima dövr edir. Məsələn, şimal tropikindən şimalda yerləşən ölkələrdə demək olar ki, günəş həmişə cənub-şərqdə çıxıb, günorta cənubda olub, axşam gün batanda da cənub-qərbdə batıb.
Bu elmi cəhətdən belədir. İnsanlar isə gündəlik həyatımızda isə baxdıqda əsasən ilin yay dövründə gündüzlərin uzun olduğu bir vaxtda şimal yarımkürəsində olan ərazilərdə, şəhərlərdə səhər baxdıqda, yəni biz belə əyani baxdıqda günəşi biz səhər şimali şərqdə görürük. Adi gözlə şimal şərqdə görürük. Günorta cənubda, axşamlar isə demək olar ki, şimali qərbdə görünür, batır. Bu adi gözlə belə görünür, amma elmi cəhətdən əsaslandırmağa baxdıqda isə əsasən biz dediyimiz kimi bu şəhərlər də 40 dərəcəlik şimal enində yerləşir. Bunlar da elmi cəhətdən səhər cənub şərqdən, günorta cənubda, axşamda, gün batanda da cənub qərbdə batır. Mən də bunun suallar veriləndə əleyhinə idim bu cavabın doğru götürülməsinə, amma əyani cəhətdən bu, elmi cəhətdən deyil, adi gözlə görünməsi məqsədi ilə bunu doğru götürülmüşdür. 4. Günorta vaxtı günəş eyni anda zenitdə olur. Ümumiyyətlə, tropiklərdən kənar ərazilərdə günəş zenitdə olmur. Ona görə də 4-cü fikir səhvdir. Çünki verilən şəhərlərin əksəriyyəti hamısı 40 dərəcə şimal enində yerləşir. 5. 21 mart tarixində günəş səhər tezdən şərqdə çıxır, qərbdə batır. Bu da 3-cü şərt kimi eyni xüsusiyyətlərə görə götürülmüşdür və doğru götürülmüşdür. 6. Eyni işıqlanma qurşağında yerləşir. Bildiyimiz kimi 5 işıqlanma qurşaqları var. 1 tropik, 2 mülayim, 2 qütb işıqlanma qurşağı və onların da sərhədləri əsasən tropik xətlərdən qütb dairələridir. Pekin dedik ki, şəhərlərimizdə 40 dərəcəlik şimal enində yerləşir. Bunlar da şimal mülayim işıqlanma qurşağına düşür hamısı. Ona görə cavabımız 1, cavabımız olacaq 3, 5, 6. Yer kürəsinin sxemdəki vəziyyətinə əsasən doğru fikirləri müəyyən edin. Sxemdəki vəziyyətə baxsaq, şimal yarımkürəsi daha çox işıqlanmışdır və bu yay gündönümü gününə uyğundur. Günəş şimal tropiki üzərində zenitdədir. Bu tarix üçün uyğun olan fikirləri müəyyən edək. Günorta vaxtı 45 dərəcə şimal enliyi və 45 dərəcə cənub enliklərində şaqili cisimlərin kölgə uzunluqları bərabərdir. 45 dərəcə şimal enliyi, 45 dərəcə cənub enliyi. Bunlarda kölgənin uzunluqlarının eyni olması üçün günəş gərək tam onların ortasında, yəni bir növ ekvator üzərində zenitdə olar. Amma günəş şimal tropiki üzərində zenitdədir. Ona görə birinci fikir səhvdir. 5 dərəcə şimal enliyində günorta vaxtı günəş şüalarının düşmə bucağı Bakı şəhərindən daha böyükdür. Deməli, günəş şimal tropiki üzərində zenitdədir, 23,5 şimal enliyində. İndi gəlin bu tarix üçün müvafiq olaraq günəş şüalarının düşmə bucağını tapaq. Günəş şüalarının düşmə bucağını rahat tapmaq üçün günəşin zenitdə olduğu məntəqə ilə tapmaq istədiyimiz coğrafi enliyin arasındakı dərəcə fərqini tapıb aldığımız nəticəni 90-dan çıxırıq. 5 dərəcə şimal enliyində günəş şüalarının düşmə bucağı 23,5 dərəcə şimal enliyi ilə 5 dərəcə şimal enliyi arasındakı dərəcə fərqi müvafiq olaraq 18,5 dərəcədir. Aldığımız nəticədə 90-dan çıxanda 71,5 dərəcə. Deməli, 5 dərəcə şimal enliyində günəş şüalarının düşmə bucağı 71,5 dərəcədir. Bakı şəhəri ilə şimal tropiki arasında dərəcə fərqi 16,5 dərəcədir. Yəni 40 çıxılsın 23,5 bərabərdir 16,5 dərəcə. Aldığımız nəticədə 90-dan çıxanda eləyəcək 73,5 dərəcə. Bakı şəhərinə də günəş şüalarının düşmə bucağı 73,5 dərəcədir. 5 dərəcə şimal enliyində 71,5 oldu, Bakı şəhərində 73,5 oldu. Bu zaman Bakı şəhərindən daha böyükdür deyil, daha kiçikdir olacaq. Ona görə ikinci fikirdə səhvdir. Quba şəhərində gündüzün uzunluğu Səbrabad şəhərindəkindən daha çoxdur. Ümumiyyətlə,
Günəş şimal yarımkürəsinə doğru hərəkət eləyəndə şimal qütbünə doğru, ekvatordan ümumiyyətlə qütbə doğru, şimal qütbünə doğru gündüzün uzunluğu artır. Cənub yarımkürəsinə doğru getdikcə isə azalır. Yəni günəş hansı yarımkürəyə doğru gedirsə, o yarımkürənin qütbünə doğru getdikcə gündüzün uzunluğu artır. Əks tərəfinə doğru qütbünə tərəf getdikcə isə azalır. İndi 22 iyundur deyə, deməli Quba şəhəri də Səvrabad şəhərindən daha şimalda yerləşir Azərbaycanda və gündüzün uzunluğu Səvrabad şəhərindəkindən daha çoxdur. Bəli, bu fikir doğrudur. 4. Sxemdəki vəziyyətin baş verdiyi tarixdən etibarən Tasmaniya adasında gündüzün uzunluğu artmağa başlayır. Tasmaniya adası Avstraliyanın cənubunda yerləşir, yəni cənub yarımkürəsində yerləşir. 22 iyun tarixində şimal yarımkürəsində ən uzun gündüz, ən qısa gecə olur. Bunun da əksinə olaraq cənub yarımkürəsində ən qısa gündüz, ən uzun gecə olur. Və bəli, bu tarixdən etibarən artıq cənub yarımkürəsində gündüzlərin uzunluğu artmağa başlayacaq. Çünki 22 iyunda onlarda ən qısa gündüz idi. O tarixdən etibarən gündüzlər artmağa başlayacaq. Ona görə 4-cü fikir də doğrudur. 5. Ekvator üzərində günorta vaxtı günəş şüalarının minimum düşmə bucağı müşahidə edilir. Ekvatordan günəş maksimum tropiklərə qədər aralandığı üçün, ümumiyyətlə tropiklərdə günəş zenitdədirsə, ekvatorda minimum düşmə bucağı qeyd alınır. Çünki maksimal dərəcədə günəş ekvatordan uzaqlaşır həmin tarixlərdə. Yəni tropiklərdə günəş zenitdə olanda. Ona görə 5-ci fikir də doğrudur. Cavabımız olacaq elə 3, 4, 5. Digərinə baxmağa ehtiyac yoxdur. 4-cü fikir. Doğru olmayan fikirləri müəyyən edin. 4-cü sual. Kulyuçu sopkası və Kerinci vulkanları litosfer tavalarının konvergen sərhədində yerləşir. Kulyuçu sopkası vulkanı Kamçatka yarımadasında yerləşir, Avrasiyanın şərqində. Konvergen sərhəddə bildiyiniz kimi litosfer tavalarının toqquşma sərhəddidir. Litosfer tavalarının ayrılma sərhəddi var, divergent sərhəddi, bir də toqquşma sərhəddi var, konvergen sərhəddi. Kulyuçu sopkası da, Kamçatka yarımadası da Avrasiya ilə Sakit Okean litosfer tavalarının toqquşma zonasında yerləşir. Kerinci vulkanı da Sumatra adasında, bir növ Hind-Avstraliya ilə elə Avrasiyanın arasında bir növ litosfer tavalarının toqquşma zonasında yerləşir. Deməli, birinci fikir doğrudur. Bizə isə doğru olmayanları soruşur, istəyir. Ona görə birinci fikri çıxacaq. Pask adası Naska və Cənubi Amerika litosfer tavalarının sərhədində yerləşir. Pask adası Naska ilə Cənubi Amerika arasında deyil, Naska ilə Sakit Okean arasında yerləşir. İkinci fikir səhvdir deyə götürəcəyik. Peru çökəkliyi Cənubi Amerika ilə Sakit Okean litosfer tavalarının sərhədində yerləşir. Bu da Cənubi Amerika ilə Sakit Okean arasında deyil, Naska ilə Cənubi Amerika arasında yerləşir. Ona görə bu da səhvdir. Bunu da çıxacaq. 4. Qanı xərizəsi çökəkliyi, Lənkəran ovalığı, Qarayazı düzü eyni tektonik zonada yerləşir. Bəli, bunlar Kürt tektonik çökəkliyində yerləşir. 5. Müasir dövrdə Atlantik və Hind okeanlarının sahəsi azalmır, əksinə artır. Şimal buzulu ilə Sakit okeanların sahəsi kiçilir. Deməli, 5 də səhvdir. 2, 3, 5 cavab götürəcəyik. Ural dağları ilə Skandinaviya dağları litosfer tavalarının sərhədində yerləşmir. Bəli, yerləşmir. Çünki qədim dağlar ümumiyyətlə litosfer tavalarının sərhədində yerləşmir. Cavabımız olacaq 2, 3, 5. Uyğun olmayan səhv fikirləri götürdük. 5. Kolima çayının axdığı ərazi üçün doğrudur. Kolima çayı demək olar ki, Orta Sibir yaylasında, bir növ Verxoyansk dağları, Çerski dağları olan ərazidədir, Rusiya ərazisində.
Onlar da Orta Qırışıqlıq vilayətində yerləşir. Həmin dağlara da fikir versək, Mezozoy yaşlı dağlardır. O ərazi Orta Qırışıqlıq vilayətində yerləşir. 6. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Qeyd edeyim ki, bu horizontallar sxem 6-cı suala aid deyil. Səhvən bu sualda verilmişdir. Əslində o 8-ci sualın nədir? Sxeminə aiddir. 6-cı sual isə cədvələ əsasən uyğunluğu müəyyən edin deyəndə uyğunsuzluğu müəyyən edin. Bu cədvəl nəzərdə tutulur. O bayaqki sxem isə 8-ci sualda baxacaq. İndi bunda uyğunsuzluğu müəyyən edin. Yəni doğruya yanlış variantları götürəcəyik. Uyğunsuzluq deyirsə doğruya yanlış, yanlışa da doğru olan variantları götürəcəyik. Bir növ belə suallarda uyğunluq deyəndə doğruya doğru, yanlışa yanlış götürürük. Uyğunluq deyəndə. Doğruya doğru, yanlışa yanlış. Amma uyğunsuzluq deyəndə isə əksinə doğruya yanlış, yanlışa isə variantında isə doğru fikirləri götürürük. İndi bizdə uyğunsuzluq deyir. Mauna Kea, Elbrus, Etna, Cameron vulkanların fəaliyyət nəticəsində yaranan dağlardır. Adından məlumdur. Bunlar vulkan olduğu üçün deməli vulkan püskürmələri nəticəsində yaranıb. Doğru fikirdir. Amma biz də uyğunsuzluq istədiyi üçün götürməyəcəyik. Faali dağlar yalnız fəal seismik zonalarda yerləşir. Ümumiyyətlə dağlar bilirsiniz, tektonik dağlar üç cür olur. Qırışıq dağlar, qırışıq faali dağlar, bir də faali dağlar. Qırışıq dağlar cavan dağlardır. Seismik cəhətdən aktivdir. Qırışıq faali dağlar yenidən törənmiş dağlardır. 6 ay sayan Tianşan dağları yenidən aktivləşən dağlardır. Faali dağlar isə qədim dağlardır. Bir növ aktivliyini itirən dağlardır. Aktivliyi itirən dağlarda fəal seismik zonada yerləşməz. Qırışıq dağlar fəal seismik zonada yerləşər. Ona görə ikinci fikir səhvdir. Uyğunsuzluq dediyi üçün bu səhv fikri biz götürəcəyik. 3. Duyun, mağara və sirk eksogen mənşəli relyef formalarıdır. Duyun küləyin fəaliyyəti nəticəsində, mağara yeraltı suların, sirk isə buzlaqların fəaliyyəti nəticəsində yaranan relyef formalarıdır. Bunlar da hər üçü eksogen mənşəli relyef formalarıdır. Doğrudur. Doğruya doğru dediyi üçün düzgündür. Amma biz uyğunsuzluq götürəcəyik. Ona görə bunu da götürməyəcəyik. Hələ ki 2-ni götürdük buradan. Yanlış variantda isə doğruları götürəcəyik. Turan ovalığı, Mesopotamiya ovalıqlarında el relyef formalarına rast gəlinir. Hər ikisi biri Mərkəzi Asiyada, biri Cənub-Qərbi Asiyada yerləşir. Quraqlıq ərazi olduğu üçün el relyef formalarına rast gəlinəcək. Doğru fikirdir, amma yanlışın altında verib. Uyğunsuz yerdə verilib. Ona görə bunu götürəcəyik. 5. 6 ay sayan Tianşan dağları qırışıq dağlar hesab olunur. Bunlar yenidən törənmiş dağlardır və qırışıq faali dağlardır. Qırışıq faali dağlardır. Nə qırışıq dağdır, nə də faali dağdır. Əksinə onların bitişik, qırışıq faali dağlardır. Yanlış fikirdir. Yanlışın altına yanlış fikir verdiyi üçün uyğundur. Amma biz uyğunsuz istəyirik. Atlas və Palas dağları mülayim işıqlanma qurşağında yerləşir. Demək olar ki, hər iki dağ da şimal tropik ilə şimal qütüb dairəsi arasında yerləşir və mülayim işıqlanma qurşaqlarında yerləşir. Doğru fikirdir, amma yanlışın altında verib. Deməli, uyğunsuzluqdur. Cavabımız olacaq 2, 4, 6. Yeddinci sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Burada isə uyğunluq deyir. Yəni, doğruları götürəcək. Greenwich meridianı 3 materiklə kəşfir. Diqqət etsək, Greenwich meridianı Avrasiya materikini, Afrika materikini və Antarktidanı kəşfir. Deməli, 3 materiki kəsir. Doğrudur. 24-cü saat qurşağının orta meridianıdır. Greenwichdən ümumiyyətlə dedik ki, 7,5 şərqə, 7,5 qərbə bu 0-cı saat qurşağıdır, eyni zamanda 24-cü saat qurşağıdır. Və hər ikisinin də orta meridianıdır. 0-ın da 24-cü saat qurşağının orta meridianıdır. Bu da fikir doğrudur. 1 dərəcəlik qövsün uzunluğu ən böyük olan meridiandır. Ümumiyyətlə, meridianların uzunluqları bərabərdir deyə, meridianlar yerin səthindən keçməklə coğrafi qütübləri birləşdirən xətlərdir. Şimal qütbü ilə bir növ cənub qütbünü birləşdirən xətlərdir. Hər birinin də uzunluğu eynidir. Hər birinin uzunluğu eyni olduğu üçün 1 dərəcəlik qövsün də uzunluğu hamısında eyni olacaq. Bu fikir ona görə səhvdir. Götürməyəcəyik. 1, 2 hələ ki doğrudur.
180 dərəcəlik meridian haqqında indi isə baxaq. 180 dərəcəlik meridian deyir ki, təqvim vaxtının beynəlxalq dəyişmə xəttidir. Bəli. Çünki 180 dərəcəlik meridiandan şərq yarımkürəsinə keçəndə tarix bir gün artır. Şərq yarımkürəsindən qərb yarımkürəsinə keçəndə isə, yəni 180 dərəcəlik meridiandan qərbə keçəndə isə tarixdən bir gün çıxılır. Ona görə bu təqvim dəyişmə vaxtıdır. Dördüncü fikir də doğrudur. Cavab elə 1, 2, 4 olacaq. Rusiya ilə Avstraliyanın şərq ilə kəsişir. Rusiyanın şərq ilə kəsişir, Avstraliyanın isə xeyr. Uzunluğu 4009 kilometrdir. Bir meridianın uzunluğu təxminən 20.000 kilometrdir. Daha dəqiqdəsi 20.004 kilometr. Cavabımız olacaq 1, 2, 4. D variantı. Baxın, indi bu sxem 8-ci sualın sxemidir. İndi bu sxemi birinci təhlil edib, ondan sonra keçəyin şərhə. Sualda deyilir, sxemə əsasən cədvəldəki uyğunluğu müəyyən edin. Nəzərə alın ki, H məntəqəsində havanın temperaturu 15 dərəcə, Y və H məntəqələri arasında isə atmosfer təzyiq fərqi 120 mm-dir. Fikir versək, H məntəqəsi ilə T məntəqə arasında çay axır və bunlar bir-birini əhatə etməyən horizontallardır. Ona görə onların hündürlükləri eyni olacaq. Gələk onların hündürlüklərini müqayisə edək birinci. Hər zaman belə suallarda hündürlükləri çox zaman müqayisə edilir. Ona görə gəlin müqayisə edək. Deməli, T ilə H məntəqəsinin hündürlüyü eyni olacaq. Və bizə deyir ki, Y və H məntəqələri arasında atmosfer təzyiq fərqi 120 mm-dir. Y və H. Deməli, Y-dən H-ın arasında götürməklə, bax, T ilə deməli, T məntəqəsi ilə bərabərdir. H məntəqəsi bir-birinə əhatə etməyən horizontal yollar olduğu üçün hündürlükləri bərabərdir. Biri çayın şərq sahilində yerləşir, biri isə qərb sahilində. Yəni biri sağ sahilində, biri isə sol sahilində yerləşir. Ondan sonra deməli, ikinci hündürlüyə doğru getdikcə onlar kiçişdir. Deməli, onlardan sonra gələn horizontal, iki horizontal fərqi olan Y-dir. Y-də kiçişdir. Fikir versək, digər məntəqələrə baxanda X məntəqəsidir. Çünki Y-dən bir növ T-dən 3 dənə horizontal fərqi var. 1, 2, 3. O da kiçişdir Z-dən. Çünki H məntəqəsi ilə Z məntəqəsi arasında 4 horizontal fərqi var. Hündürlüyünə görə bunları müqayisə etdik. Deməli, şərtdə ki, verilib Y ilə H arasında atmosfer təzyiq fərqi 120 mm-dir. Deməli, buna uyğun başqa bir şərtlərdə mütləq bir fikir vardır. Ona görə gəlin onu başqa cürdə tapaq. Məsələn, çevirəyin onu kəsmə hündürlüyü fərqini tapaq. Deməli, Y ilə H arasında 120 mm fərq varsa, bunlar arasında biz bilirik də hər 10 metrə 1 dərəcə civə sütunu təzyiq dəyişir. Əgər 120 mm təzyiq fərqi varsa, bunlar arasında hündürlük fərqi 1200-dür. 1200 metr hündürlük fərqi var. Çünki hər 1 dərəcə dəyişməsi üçün 10 metr hündürlük lazımdır. 120 dərəcə dəyişibsə, deməli 120 ona vurarıq, 1200 dərəcə hündürlük fərqi var. 1200 metr, üzr istəyirəm, 1200 metr hündürlük fərqi var. Dedik, T məntəqəsi ilə H məntəqəsi də bərabər hündürlüyə malik olduğu üçün Y-dən də T arasında 2 dənə horizontal fərqi var. O zaman kəsmə yüksəklikdə olacaq 600 metr. Çünki ikisinə 1200 isə kəsmə hündürlüyü də 600 metr olacaq. İndi gəlin suallara baxaq. Doğru. Doğrunun altında deməli doğrunu götürəcəyik.
uyğunluğu müəyyən edildiyinə görə yanlışın da altında yanlışı. İndi doğrunun altındakı fikirlərə baxaq. Kəsmə yüksəkliyi 600 metrdir. Dedik doğrudur. X və Z məntəqələrinin mütləq hündürlükləri bərabərdir. Fikir versək, X ilə Z məntəqələrinin hündürlükləri fərqlidir burada. Deməli, səhvdir. Doğrunun altında səhv. Üçüncü, verilmiş bütün məntəqələrdə temperatur 0 dərəcədən yüksəkdir. Deməli, burada verilən məntəqələrin ən alçağı T ilə H-dır, ən yüksəyi isə Z-dir. Fikir versək, T ilə də Z arasında, bir növ H-dan da Z arasında, belə deyək, 4 dənə horizontal fərqi var. Kəsmə yüksəkliyi də 600 metr olduğu üçün onların arasında 4 horizontal fərqi olanda 2400 metr hündürlük fərqi olur. 2400 metr. Temperatura da çevirəndə bunu 1000 metrə alt dərəcə düşürsə 2400-ə nə qədər düşəcək? 2,4 sayılırdı. O 2,4-ü də 6-ya vuranda eləyəcək 14,4 dərəcə fərq. 14,4 dərəcə temperatur fərqi eləyəcək. Bildiyiniz kimi hündürlüyə doğru da temperatur azalır. Burada ən alçaq məntəqə H məntəqəsi ilə T məntəqəsindədir. Burada da H məntəqəsində temperatur 15 dərəcədir. 15 dərəcədən də çıxsaq, hündürlüyə doğru temperatur azaldığı üçün 14,4 dərəcəni qalır 0,6 dərəcə Z məntəqəsində temperatur. Deməli, temperatur 0 dərəcədən yuxarı oldu. Hələ ən hündürdəkinin temperaturu 0,6 dərəcədirsə, Z məntəqəsinin. Deməli, bütün məntəqələrdə temperatur 0 dərəcənin yuxarısındadır. Deməli, düzgün şərtdir. 1-dən 3 buradan götürdük. Gedək yanlışın altından da yanlışı götürək. 4. Z məntəqəsində havanın temperaturu 0,6 dərəcədir. Bu doğru fikirdir. Lakin yanlışın altındadır. Ona görə uyğun deyil. Yanlışın altında yanlışı götürməliyik. Ona görə buraya X qoyuram ki, yəni götürməyəcəyik. 5. H və X məntəqələri arasında 2400 metr hündürlük fərqi var. H və X. H və X məntəqələri. Dedik ki, H və X məntəqələri arasında fikir versək 3 dənə horizontal fərqi var. O da 1800 metr edir, 2400 metr deyil. Ona görə bu səhv fikirdir. Səhv fikrin yanlışın altında səhv fikir dediyi üçün götürəcəyik, müsbət kimi götürəcəyik. Cavab olacaq 1, 3, 5. 6-cı fikrə də fikir verək. T və H məntəqələri arasında keçidi təmin etmək üçün körpü tikmək məqsədə uyğundur. Fikir versək T ilə H məntəqəsinə, bunlar biri çayın sağ sahilidir, biri sol sahilidir. Çay üzərində də körpü tikmək məqsədə uyğundur. Doğru fikirdir, amma yanlışın altında verib deyə götürməyəcək. Cavabımız olacaq 1, 3, 5. B variantı. 9-cu sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. 22 dekabr tarixindən başlayaraq, 23 dekabr tarixindən başlayaraq uyğunluğu müəyyən edəcək. Şimal qütb dairəsində gündüzlərin uzunluğu 22 dekabr tarixindən deyirsə, Günəş cənub yarımkürəsində zenitdədir. Bu zaman şimal yarımkürəsində ən qısa gündüzlər, ən uzun gecələr olur. 22 dekabrda. O 23 dekabrdan da sonra nə olacaq? Ən qısa gündüzlər, o tarixdən etibarən gündüzlər artacaq. Artacaq dediyi üçün doğru fikirdir bu. Bunu deməli götürəcəyik. Götürəcəyik. 2. Bakı şəhərində günorta vaxtı şaquli cisim kölgələrin uzunluğu
Ümumiyyətlə 22 dekabrdan sonra Günəş şimala gəldiyi üçün ümumiyyətlə şimal yarımkürəsindəki cisimlərə Günəş şüalarının düşmə bucağı artacaq deyə, ona görə Günəş şüalarının düşmə bucağı artdığına görə kölgənin də uzunluğu azalacaq. Və bu da doğru fikirdir. Gecə və gündüzün uzunluqları arasında fərq azalar. Çünki 21 Marta doğru gələcək biz. Gecə ilə gündüz bərabərləşməyə doğru gələcək. Ona görə gecə ilə gündüz arasındakı fərq azalar, artmaz. Çıxdı. 4. Cənub tropik xəttində günorta vaxtı Günəş şüalarının düşmə bucağı azalacaq bu da. Çünki Günəş şimala doğru gedirsə, cənubdakı məntəqələrdə Günəş şüalarının düşmə bucağı azalar. Tropik işıqlanma qurşağının sahəsi. Ümumiyyətlə, işıqlanma qurşaqlarının sahəsinin azalıb artmasına bunun o qədər də fərqi yoxdur ümumiyyətlə. Ona görə bu fikirdə səhvdir. Çünki tropik işıqlanma qurşaqlarının sahəsinin artıb azalması yerin orbit müstəvisinə meylliyinin dəyişməsindən asılı olaraq artıb azala bilər. Amma biz bildik ki, yerin orbit müstəvisinə meylliyi elə 66,5 dərəcədir. Yəni dəyişmir. Doğru cavabımız olacaq 1-dən 2. Yəni A variantı. 10-cu sual. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Yer kürəsinin hərəkətinin nəticəsi. Xəyalluq ətrafında, Günəş ətrafında. Elə bir hərəkətin nəticəsini belə deyək. Bir hərəkətin nəticəsi verilir. Onun yerin öz ox ətrafında hərəkətin nəticəsidir, yoxsa Günəş ətrafında hərəkətin nəticəsidir. Ona uyğun qruplaşdıracaq. Gecə gündüzün yaranmasının səbəbi nədir? Yerin Günəş ətrafında hərəkəti, yoxsa yerin öz ox ətrafında hərəkəti? Bilirik ki, gecə gündüz yerin öz ox ətrafında hərəkətinin nəticəsidir. 24 saata başa vurur və sutka yaranır. Deməli, doğru fikirdir. Gecə gündüzün adi növbələşməsinin pozulması. Bu, qütb gündüzləri, qütb gecələri ilə bağlıdır. Bu da yerin Günəş ətrafında hərəkəti ilə bağlıdır. Öz ox ətrafında yox. Deməli, çıxdı. Fəsillərin yaranması aydın məsələdir ki, yerin Günəş ətrafında hərəkəti ilə bağlıdır. Biriz dağ-dərə küləklərinin yayılması. Biriz küləkləri bilirsiniz ki, sutkalıq küləklərdir. Bu da yerin öz ox ətrafında hərəkəti ilə bağlıdır. Okean cərəyanlarının yarımkürələr üzrə fərqli istiqamətlərə meylənməsi. Bu da Korolius qüvvəsinin təsiri ilə baş verir. Bu da ki, yerin öz oxu ətrafında fırlanması ilə əlaqədardır. Ümumiyyətlə, şimal yarımkürəsində küləklər olsun, okean cərəyanları olsun sağa, cənub yarımkürəsində isə sola meyl edir. Deməli, doğru cavabdır. Cavabımız olacaq 1, 3, 5. 11-ci sualımız. Cədvələ əsasən doğru olmayan xanal sıraları müəyyən edin. Deməli, matrişlərin ucqar nöqtələri verilmişdir. Matrişlərin də ucqar nöqtələrinə fikir versək, Avrasiya matrişinin ucqar nöqtələri şimalda Çelyuskin burnudur, cənubda Piyay burnudur, qərbdə Roka, şərqdə Dejnyo burnudur. Sonra keçdik. Afrikada şimalda Bensekka, cənubda İynəburnu, qərbdə Almadi, şərqdə Rashafen burnudur. Şimali Amerikada şimalda Mertson, cənubda Mariato, qərbdə Uel şəhzadəsi, şərqdə Sençarlen burnudur. Cənubi Amerikada şimalda Galinas, cənubda Froert burnu, qərbdə Parinas, şərqdə Cabo Branco.
Avstraliyada şimalda York, cənubda cənub-şərq, qərbdə Steep Point, şərqdə Byron burunlarıdır. İncələyin suallara. Çelyuskin, bəli, Avrasiyanın şimal ucqar nöqtəsidir. Maryato, Şimali Amerikanın cənub ucqar nöqtəsidir. Rashafun, Afrikanın şərq ucqar nöqtəsidir. Parinas, Cənubi Amerikanın qərb ucqar nöqtəsidir. Doğru fikirdir. Bizdən isə uyğun olmayanı soruşur. Ona görə bunu çıxacaq. 2. Bensekka, Afrikanın şimal ucqar nöqtəsidir. Froerd, Cənubi Amerikanın cənub ucqar nöqtəsidir. Byron burunu, Avstraliyanın şərq ucqar nöqtəsidir. Roka, Avrasiyanın qərb ucqar nöqtəsidir. Bu da doğrudur. Amma uyğunsuz soruşduğu üçün bizə bu da çıxacaq. York burnu, Avstraliyanın şimal ucqar nöqtəsidir. St. Charles, Şimali Amerikanın şərq ucqar nöqtəsidir. Ona görə bu çıxacaq, cənub deyil. Ona görə uyğunsuz variantlardan biri ilə 3'dür. 4. Galinas, Cənubi Amerikanın şimal ucqar nöqtəsidir. Piyay burnu, Avrasiyanın ucqar cənub nöqtəsidir. Mertson, Şimali Amerikanın ucqar şimal nöqtəsidir. Şərq nöqtəsi deyil. Ona görə səhv variantlardan biri ilə 4'dür. Cavab olacaq 3-4. Vaxt məhdudiyyətinə görə digər varianta baxmadım. 12-ci sual. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Ölkə, paytaxtı, idarəetmə forması. Tayland, Cənubi-Şərqi Asiyada yerləşir. Paytaxtı Bangkok şəhəridir. İdarəetmə forması respublika deyil, monarxiyadır. Çünki Yaponiya olsun, Malaziya olsun, Kamboca olsun, Tayland olsun, bunlar monarxiya idarəetmə üsuludur. Deməli, səhv fikirdir. Bizdən isə doğru sıraları müəyyən edin soruşur. 2. İran, paytaxtı Tehran şəhəridir. İdarəetmə forması isə respublikadır. Monarxiya deyil. Adından məlumdur. İran İslam Respublikası. 2 də çıxdır. 3. Fransa, paytaxtı Paris şəhəridir. Əlbəttə ki, respublikadır. 4. Belçika, paytaxtı Brüssel şəhəridir. İdarəetmə forması monarxiyadır. Doğrudur. 3'dən 4 doğrudur. Finlandiya, paytaxtı Helsinki'dir. Respublika idarəetmə formasına aiddir. Bəli, bu da doğrudur. Cavab 3, 4, 5'dir. Norveçin paytaxtı Stockholm deyil, Oslo şəhəridir. Səhvdir. Ümumiyyətlə, monarxiya bildiyimiz kimi hakimiyyətin atadan oğula keçməsidir, irsən keçməsidir. Amma respublika isə seçki yolu ilə həyata keçirilir. Cavabımız oldu 3, 4, 5. D variantı. 13. Ölkəmizin iqlimi ilə bağlı doğru fikirləri müəyyən edin. Doğru fikirlər. Yayda tropik, qışda mülayim hava kütlələri hakim olur. Bildiyiniz kimi Azərbaycanın çox hissəsi, ümumiyyətlə Azərbaycan subtropik mülayim iqlim qurşaqlarında yerləşir. Mülayimdə il boyu mülayim hava kütlələri, subtropikdə isə yayda tropik, qışda mülayim hava kütlələri hakim olur. Ona görə birinci fikir doğrudur. Mülayim iqlim qurşağının payı subtropik iqlim qurşağının payından daha böyükdür. Xeyr, daha azdır olmalıdır. Çünki mülayim iqlim qurşağı bir növ Böyük Qafqazın şimal-şərq hissəsində hakim olur. Qalan ərazilərimiz demək olar ki, subtropikə düşür. Ona görə ikinci fikir səhvdir. Şamaxı və Şəki inzibati rayonları ərazisində mülayim iqlim tiplərinə rast gəlinir. Bəli, Şəkidə həm qışı quraq keçən mülayim iqlim tipinə, həm də yağıntıları bərabər paylanan mülayim iqlim tipinə rast gəlinir. Şamaxıda da həmçinin yay quraq keçən mülayim iqlim tipinə rast gəlinir. Cavabımız deməli 1, 3 doğrudur. Naxçıvanda mülayim iqlim tipinə rast gəlinmir. Bəli, Naxçıvanda ümumiyyətlə mülayim iqlim tipi yoxdur. Naxçıvanda var yarım səhra, soyuq iqlim tipi, dağ tundra iqlimi. Cavab olacaq 1, 3, 4. Buxarlanmanın ən çox olduğu ərazi Küləraz ovalığıdır. Buxarlanmanın ən çox ərazi deyil, buxarlanma qabiliyyətinin ən çox olduğu ərazilərdən biridir Küləraz ovalığı.
Talış dağlarında dağ tundra və soyuq iqlim tipinə rast gəlinir. Dağ tundra iqlimi respublikamızda 2700 metrdən yuxarı olan ərazilərdə rast gəlinir. Talış dağlarının elə ən yüksək nöqtəsi Kömürgöy isə 2493-dür. Ona görə bu da səhvdir. Cavab 1, 3, 4. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Ada və ya arxipelagın adları, mənşəyi, ölkə və Azərbaycana nəzərən yerləşdiyi istiqaməti. Bildiyiniz kimi adalar mənşəli 3 qrupa bölünür. Matreş mənşəli, vulkan mənşəli, mərcan mənşəli adalar. 1. Maldiv adaları Hind okeanında yerləşir. Mərcan mənşəlidir, bəli. Maldiv ölkəsinə aiddir. Azərbaycanın cənub-şərqində yerləşir. Doğrudur. Böyük sədrifi mərcan mənşəlidir. Yeni Zelandiyaya aiddir. Xeyr, Avstraliyaya aiddir. Səhvdir. Kuril adaları vulkanik mənşəlidir. Doğrudur. Rusiya məxsusdur. Doğrudur. Azərbaycanın cənub-şərqində deyil. Şimal-şərqində olsa və yaxud da şərqində olsa doğru olar. Şimal-şərqində olsa daha doğru olar. 3 də səhvdir. Kalimantan adası Matreş mənşəlidir. Doğrudur. Brunei ölkəsi yerləşir orada. Bəli, yerləşir. Azərbaycanın cənub-şərqində yerləşir. Düzdür. 1, 4 doğrudur. Korsik adası Matreş mənşəlidir. İtaliyaya məxsusdur. Korsik adası Fransaya məxsusdur. İtaliyaya deyil. Azərbaycanın da qərbdə yerləşir. Deməli 5 də səhv oldu. Şpitsbergen adaları Matreş mənşəlidir. Bəli, Şimal Buzlu okeanda yerləşir. Norveçə məxsusdur. Bəli, Azərbaycanın şimal-qərbində yerləşir. Cavabımız olacaq 1, 4, 6. Viktoriya və Anhel şəhərlərinin yerləşdiyi çay sistemləri üçün ümumi xüsusiyyətləri müəyyən edin. Viktoriya şəhərləsi Zambezi çayı üzərində, Anhel şəhərləsi isə Orinoco çayı üzərindədir, Cənubi Amerikada. Biri Afrikada, biri Cənubi Amerikada. Cənub yarımkürəsində yerləşir. Viktoriya şəhərləsi bəli, Anhel şəhərləsi isə Orinoco çayı üzərində yerləşir, şimal yarımkürəsində yerləşir. Bir növ Cənubi Amerikanın şimalında, şimal yarımkürəsində yerləşir. Birinci fikir ona görə ümumi deyil. 2. Keçid iqlim qurşağında yerləşir. Bəli, hər ikisi subekvatorial iqlim qurşağında yerləşir. Viktoriya cənub subekvatorialı, Anhel isə şimal subekvatorialı. 2 düzdür. 3. Atlantik okeanı hövzəsinə aiddir. Zambezi çayı Hind okeanına, Orinoco çayı isə bir növ Atlantik okeanına aiddir. Ona görə ortaq cəhət deyil. 3 də səhvdir. 4. Tropik işıqlanma qurşağında yerləşir. Bəli, subekvatorial iqlim qurşağında yerləşir. Hər ikisi tropiklərin arasında yerləşir. Ona görə tropik işıqlanma qurşağında yerləşir. 2 ilə 4 hələ ki doğrudur. Sahillərində müşahidəçi gecə vaxtı qütb ulduzunu Polaris'i görə bilər. Polaris şimal qütbündə olduğuna görə, şimal qütbündə, ancaq şimal yarımkürəsindəki ərazilərdə onu görmək olar. Viktoriya şəhərləsi Zambezi çayı üzərində yerləşir. Cənub yarımkürəsində olduğu üçün onu görmək mümkün deyil. 5 səhvdir. Qədim Gondvanaya aid olan matrişdə yerləşir. Dedik ki, Viktoriya Afrikada, Anhel isə Cənubi Amerikada yerləşir və hər ikisi də Gondvana qurusuna aiddir. Yəni yadınızdadırsa, qədimdə ən qədim torpaq sahəsi Pangeya idi. O da 2 dənə torpağa quruya bölünmüşdür. Lavrasiya, şimal yarımkürəsi matrişləri, yəni Şimali Amerika ilə Lavrasiya, qalanları isə Cənub yarımkürəsindəki Gondvana qurusuna aid idi. Cavabımız oldu 2, 4, 6. Uyğunluğu müəyyən edin deyir. Morfostrukturlar, morfoskulpturlar. Yadda saxlayırıq ki, morfostrukturlar daxili endogen proseslər nəticəsində yaranır. Morfoskulpturlar isə xarici eksogen proseslər nəticəsində yaranır. A. Dərin okean çöküşləri. Adi məsələdir ki, endogen proseslər nəticəsində yaranıb, daxili proseslər nəticəsində yaranıb. Makro relyef formaları. Ümumiyyətlə bildiyimiz kimi 5 relyef formalarını ölçüsünə görə 5 yerə bölünürdü. Deməli, planetar relyef formaları, mega relyef formaları, makro relyef formaları, mezo relyef formaları və mikro relyef formaları.
Bunlardan ilk üçü, yəni planetar, mega, makro daxili proseslər nəticəsində yaranırdı. Mezo ilə mikro isə xarici proseslər nəticəsində yaranırdı. Ona görə makro relyef formaları da morfostruktura aiddir. Barxanlar və düyünlər küləyin təsiri ilə yaranır. Ona görə bunlar morfoskulpturdur. Kanyonlar axarsuların fəaliyyət nəticəsində yaranır. Bunlar da xarici proseslərə aiddir. Meandralar da çayların fəaliyyət nəticəsində yaranır. Bunlar da axarsuların fəaliyyət nəticəsində yaranır. Bunlar da xarici proseslərə aiddir. Yəni 1-ə aiddir A, B, 2-yə aiddir C, D, E. D variantı. 17. Rusiya Federasiyasının Oymyakon yaşayış məntəqəsində müşahidə edilən minimum temperaturu Fahrenheit şkalasına əsasən müəyyən edin. Biz hər zaman temperaturu Celsius şkalasına öyrənmişik. Yəni dərəcə ilə. Bir də var Fahrenheit şkalası. Fahrenheit şkalası Celsiusdən Fahrenheit şkalasına çevirəndə, Celsiusdən Fahrenheit şkalasına çevirəndə bir növ Celsius'nin temperaturu, məsələn, Oymyakon şəhərində nə qədərdir? 71,2 belə deyək, 71,2 dərəcədir. Elə 72 dərəcə götürəcək onu. Mənfi 72 dərəcə. 72 dərəcə vurulsun 5-də 9-a üstünə gələcək 32. O da eləyəcək təxmini mənfi 97,6 dərəcə. İndi kalkulyatorda hesablamadım. Ona görə məntiqi ardıcıllıqla mənfi 97,6 dərəcə. Gələcəkdə lazım olardı ya, məsələn, bəs Fahrenheit şkalasından belə deyək, Celsiyə çevirəndə isə bir növ Fahrenheit şkalasından, məsələn, belə götürəndə 97 dərəcədən belə deyək, çıxacaq 32 dərəcəni burada yer çatmadı. Vuracaq 9-da 5-ə. Növbəti. 19 deyil, 18. Baykal gölü ətrafında xarakterik olan yerli küləklər. Bildiyimiz kimi dünyanın ayrı-ayrı ərazilərində yerli küləklər var idi və onlar da hər bir ərazidə fərqli cür adlanırdı. Məsələn, Fransada Mistral, məsələn, Qaradəniz sahələrində Bora küləkləri, Baykal gölü ətrafında məsələn, sarma adlanırdı. Həmçinin bundan başqa, məsələn, toz burulğanları da var idi. Şimali Afrikada, məsələn, Ərəbistanda Səmum, Xəmsin, Ərəbistanda Həbib, məsələn, İtaliyada, yəni Cənubi Avropada, məsələn, Sirokko adlanan küləklər var idi. Baykal gölü ətrafında da sarmadır. D variantı. 19. 0 dərəcədə havanın nisbi rütubətliyi 30%-dir. Temperaturu mənfi 10 dərəcəyə enməsi nəticəsində nisbi rütubətliyi neçə faiz olduğunu müəyyən edin. Aydın məsələdir ki, 0 dərəcə temperaturda mütləq rütubət, maksimal mütləq rütubət 5 qram saxlaya bilir. 5 qram, mütləq rütubət 5 qram saxlaya bilir. İndi bu da 30%-dir. 30%. 30% isə 5 qramın 30% nə qədər eləyir? Hardasa 1,5 qram. Dəqiqliklə 1,5 qram eləyir. Temperatur mənfi 10 dərəcəyə düşəcəksə, mənfi 10 dərəcədə maksimum 2,5 qram saxlaya bilir. İndi havada isə 1,5 qram var. 1,5 qram 2,5-in neçə faizini təşkil edir? 1,5 qram 2,5-in neçə faizini təşkil edir? 100%.
Onu da tapanda eləyəcək 60%. Bir ədəd digərinin neçə faizini təşkil etdiyini tapmaq üçün bu həmin ədədi digərinə bölüb 100-ə vurursan. Məsələn 1,5 2,5-in neçə faizini təşkil etsə 1,5-i 2,5-i bölüb 100-ə vurursan və yaxud da 100-ə vurub 2,5-ə bölürsən, fərqi yoxdur. Cavab olacaq 60%. Növbəti 20-ci sual. Səbəb nəticə əlaqələrinin düzgün verildiyi bəndi müəyyən edin. Məsələn, səbəb veriləcək, bunun səbəbin nəticəsində nəticəsi nədir? Məsələn, yer səthində su sahəsinin artmasının nəticəsi nə olacaq? Yer səthində su sahəsi artarsa nə baş verər? Orta illik temperatur artar yoxsa azalar? Artar. Çünki ona görə ki, suyun böyük istilik tutumu var. Yəni su buxar, belə deyək, nə böyük istilik tutumu olduğuna görə suyun temperaturun böyük hissəsini udacaq. Udduğu üçün istər-istəməz də havanın da temperaturu artacaq. Birinci səbəb nəticə əlaqəsi deməli doğrudur. Litosfer tavalarının aralanması nəticəsində vulkanik adaların yaranması. Bəli, litosfer tavaları bir-birindən ayrılanda vulkanik adalar yaranır. Yadınızdadırsa, məsələn, litosfer tavalarının ayrılma sərhəddi divergen sərhəd adlanırdı. Divergen sərhəddə də orta okean silsilələri yaranırdı. Orta okean silsilələri də birinə vulkan püskürmə nəticəsində yaranırdı. Həmin silsilələrində yuxarı, belə deyək, zirvələri suyun üst qatına çıxanda, okean səviyyəsindən yuxarı qalxanda vulkanik mənşəli adalar yaranırdı. Məsələn, İslandiya adası, Azor adaları. 2 də doğrudur. Yer kürəsinin orbit müstəvisinə meyilliyi uzağının artması nəticəsində tropik və qütb işıqlanma qurşaqlarının sahəsi artması. Məsələn, belə deyək də, indi hal-hazırda yer kürəsinin orbit müstəvisinə meyilliyi 66,5 dərəcədir. Ona görə tropiklər 23,5 dərəcədən keçir, qütb dairələri 66,5 dərəcədən. Məsələn, tropik işıqlanma qurşağının sərhəddi şimaldan cənuba 47 dərəcədir. Qütblərdə isə 23,5-dir. Qütb işıqlanma qurşağının şimal ilə cənub arasındakı sərhəd, dərəcə fərqi. Bu, orbit müstəvisinə meyillik artsa, olsa məsələn 80 dərəcə, tropiklər keçəcək 10 dərəcədən, qütb dairələri keçəcək ilə 80 dərəcədən. Bu zaman tropiklərin şimali ilə cənubi arasında sərhəd artıq olacaq 20 dərəcə fərq. Qütb işıqlanma qurşaqlarının şimali ilə cənubi arasında sərhəd olacaq 10 dərəcə fərq. Artıq bunların sahəsi artmayacaq, azalacaq. Tropikdən qütb işıqlanma qurşaqlarının sahəsi azalacaq, mülayimin artacaq. Ona görə bu fikir səhvdir. Sonra sukalıq temperatur amplitudunun azalması nəticəsində fiziki aşınma prosesi intensivləşər. Əksinə biz məsələn sukalıq temperatur amplitudu deyirdik tropiklərdə yüksək olduğu üçün fiziki aşınma daha çox quraq ərazilərdə olurdu. Quraq ərazilərdə nəyə görə fiziki aşınma çox olurdu? Çünki deyirdik gündüz həddən artıq çox qızır, gecə həddən artıq çox soyuyur. Sukalıq temperatur amplitudu nədir? Ən yüksək temperaturdan ən alçaq temperatur arasında fərq. Əgər sukalıq temperatur amplitudu azalarsa, burada kimyəvi aşınma belə deyək, ola bilər artsın. Məsələn, yağıntı daha çox yığılacaqsa kimyəvi aşınma artsın. Və yaxud da fiziki aşınma azalacaq əksinə. Ona görə 4-cü fikir səhvdir. Xəritənin miqyasının böyüməsi. Xəritənin miqyasının böyüməsi o demək ki, təsvir ediləcək ərazi balacalaşacaq, daha kiçik ərazi götürəcəksən. İstər-istəməz daha kiçik ərazi götürəcəksənsə, orada təriflər azalacaq. Yəni tərif nədir? Öz formasından kənara çıxmaq. Obyektlərin seçilməsi. İstər-istəməz ərazi seçiləcəksə, kiçik ərazi təsvir edəcəksə, onu daha dəqiq təsvir edəcək də, dəqiqliyi artacaq. Dəqiqlik artdıqca təriflər azalacaq. Amma böyük ərazilər götürəndə istər-istəməz orada dəqiqlik azaldığı üçün təriflər çoxalırdı. Burada da miqyas böyüdükcə ərazi kiçiləcək, dəqiqlik artacaq, tərif azalacaq. Doğrudur. Yağıntıların illik miqdarının azalması sürüşmələrin intensivləşməsinə səbəb olar. Əksinə, yağıntılar çox olanda sürüşmə nədir? Çox olar da. Yağıntı azalanda sürüşmə olmaz ki.
Ona görə səhv fikirdir bu da. Cavabımız olacaq 1, 2, 5. A variantı. 21. Doğru olmayan fikirləri. Xəritələrdə eyni miqdarda yağıntılar düşən məntəqələri birləşdirən xəttlər izoqiyetlər adlanır. Bəli. Məsələn, eyni temperatura malik nöqtələri birləşdirən xəttlər izotermlərdir. Eyni dərinliyə malik nöqtələri birləşdirən xəttlər izobatlardır. Eyni təzyiqə malik olan nöqtələri birləşdirənlər izobarlardır. Eyni yağıntıya malik olanlar izoqiyetlərdir. Eyni duzluğa malik olanlar izoqalinlərdir. Deməli, birinci fikir doğrudur. Yer kürəsində ən çox orta illik yağıntı hava adalarına düşür. Bəli. Sakit Okyanın mərkəzində yerləşir. Madagaskar, Tasmaniya, Şri-Lanka adaları materik mənşəlidir. Bu da doğru fikirdir. Amma biz yanlış fikirlər məsələn seçəcəyik. Yanlış fikirlər. Görürsünüz, bu üçü də doğru fikirlərdir. Ona görə müsbət qoymuşam. Biz isə yanlış fikirlər seçməliyik. Girdiman çay, Ağsu çay, Şəmkir çay, Kür çayının sol qolları hesab olunur. Girdiman çaydan Ağsu çay sol qolu, Şəmkir çay isə sağ qolu hesab olunur. Bu səhv fikirdir. Kür çayının mənbəyinin mütləq hündürlüyü Araz çayının mənbəyi mütləq hündürlüyündən daha çoxdur. Kür çayı 2740 metr olmalıdır səhv eləmirəmsə. Araz çayı isə 2990 metr olmalıdır. Burada Araz çayının mənbəyinin mütləq hündürlüyü Kür çayından daha çoxdur. Kürün Arazdan deyil. Bu da səhv fikirdir. Ona görə götürəcəyik. Sarısu və Böyük Alagöl tektonik mənşəlidir. Böyük Alagöl bəli, amma Sarısu göl isə belə deyək, axmaz mənşəli göldür. Yəni bir növ Kür çayının yatağında yaranıb. Bu da səhv fikirdir. Cavabımız olacaq, gördüyünüz səhv fikirlər hansılardır? 4, 5, 6. Cavabımız A variantı. 22. Cədvəldə uyğunsuzluğu müəyyən edin. Uyğunsuzluq, yəni bir növ səhv olan, bir-birinə uyğun olmayan. Quruda canlı aləmin çox hissəsini heyvanlar təşkil edir. Əksinə, suda heyvanlar təşkil edir. Quruda isə bitkilər aləmi çox təşkil edir. Yanlış fikirdir. Yanlışa yanlış dediyi üçün bu uyğun fikirdir, götürməyəcək. Bu doğru kimi biz amma götürməyəcək. Uyğundur da bu. Çünki belə deyək, yanlış fikrə yanlış deyib. Ona görə doğru cavabdır. Bu uyğundur. Ona görə götürməyəcək. Ekvatoral meşələrdə laterit torpaqlar, bir növ bataqlıq torpaqlar nədir, xarakterikdir? Doğrudur. Doğruya da doğru dediyi üçün müsbət cavabdır bu. Ona görə bizə götürməyəcək. İslandiya, Monako, Liechtenstein'də 1 milyondan az əhali yaşayır. Bunlar hamısı deməli cırtdan mənşəli dövlətlərdir. Əhalisi belə deyək, 1 milyondan azdır. Bəli, doğruya doğru dediyi üçün də düzgün fikirdir. Ona görə götürməyəcək. Təxmini bunlarda 40-50 min demək olar ki, əhali yaşayır. Hər birində ayrı-ayrıqda. Belçika, Mərakeş, Livan konstitusiyalı monarxiya ölkələridir. Deməli, Belçika konstitusiya monarxiyadır. Mərakeş monarxiya ölkəsidir. Livan isə respublikadır. Deməli, bu səhv fikirdir. Səhvə doğru dediyi üçün əslində bu uyğun deyil, uyğunsuzluq yaranıb. Səhvə doğru dediyi üçün uyğunsuzluq yaranıb. Ona görə bu səhvdir. Uyğunsuzdur. Minus qoymuşam. Cavabımız elə D variantı olacaq. Rusiya, Hindistan, Almaniyada ərazi vahidləri milli etnik əlamətlərə görə formalaşıb. Bildiyiniz kimi ərazi vahidləri
federativ və unitar quruluşa malik idi. Bunlardan düzdür, hər üçü federativ dövlətdir. Bu federativ dövlətləri də bəziləri tarixən belə formalaşıb, bəziləri isə milli etnik əlamətlərinə görə formalaşıb. Məsələn, Rusiya, Hindistan, Nigeriyada milli etnik əlamətlərinə görə formalaşıb. Amma Avropa ölkələrinin əksəriyyətində, ABŞ-da falan, Kanadada bunlarda isə tarixən belə formalaşıb. Bu da yanlış fikirdir burada. Çünki Rusiya, Hindistan doğrudur, Almaniyada isə tarixəndir, milli etnik əlamətinə görə deyil. Yanlışa yanlış dediyi üçün müsbətdir. Yəni düzgün fikirdir. Bizdə uyğunsuzluq sadəcə D variantında pozulub. 23. Cədvələ əsasən Aralıq və Qırmızı dənizləri müqayisə edin. Oxşar əlamətləri, fərqli əlamətləri. Birinci xanada oxşarları, sizcə ikinci xanada fərqliləri. Ərazisi 2 yarımkürədə yerləşir. Aralıq dənizi fikir versək, Qrinvizə kəsdiyinə görə o şimal, qərb və şərq yarımkürəsində yerləşir. 3 yarımkürədə yerləşdi. Qırmızı dəniz isə əlbəttə şimal və şərq yarımkürəsində yerləşir. 2 yarımkürədə yerləşir. Bu oxşar olmadı, bu fərqli oldu. Minus qoydum. Yəni bizə lazımlı cavab deyil. Tektonik hərəkətlərlə bağlı olaraq sahəsi böyüyür. Bu da Qırmızı dənizin sahəsi böyüyür. Çünki Avrasiya litosfer tavası ümumiyyətlə Avrasiya şimal-şərqə doğru hərəkət eləyir. Elə Afrikada. Ona görə Aralıq dənizinin sahəsi kiçilir. Qırmızı dənizdə isə böyüyür. Bu da fərqli xüsusiyyətlərdir. Çıxdıq. Üçüncü, coğrafi mövqeyinə görə daxili dənizlərdir. Bildiyiniz kimi coğrafi mövqeyinə görə dənizlər 3 qrupa bölünür. Daxili, kənar, adalar arası. Bir növ bu matriklərin daxilində yerləşib okeanlarla boğaz vasitəsilə əlaqə quranlar, bunlar daxili dənizlər idi. Hər ikisi də boğaz vasitəsilə okeana çıxışı var. Aralıq dənizində Cəbül-Tariq boğazı, Qırmızı dənizində isə Babül-Məndəb boğazı, oradan da Ədən körfəzi. Deməli, hər ikisi daxili dənizdir. Bəli. İndi fərqli cəhətinə baxaq. 2 işıqlanma qurşağında yerləşir. Deməli, Aralıq dənizi bir işıqlanma qurşağındadır. Elə Qırmızı dəniz isə bəli 2 işıqlanma qurşağında yerləşir. Ona görə bunu doğru cavab kimi götürəcəyik. 5. Divergen zonada yerləşir. Divergen zonada, yəni litosfer tavalarının ayrılma zonasında. Bəli, Qırmızı dəniz dedik ki, sahəsi böyüyür, böyüdüyü üçün bir növ divergen zonada yerləşir. Amma Aralıq dənizi isə konvergent zonada yerləşir. Yəni toqquşma zonasında yerləşir. Ona görə bu da müsbət cavabdır, götürəcəyik. İsrailin sahillərini yuyur. Bunların hər ikisi İsrailin sahillərini yuyur. Həm Aralıq dənizi, həm Qırmızı dəniz. Ona görə oxşar deyil, oxşardır. Bizə isə fərqli lazımdır. Çıxacaq buradan. Cavabımız olacaq 3, 4, 5. Yəni E variantı. 24. Verilmiş göllərə və cədvələ əsasən uyğunluğu müəyyən edin. Göllər verilib və onlara ümumi olmayan xüsusiyyətlər sizəcək. Ümumi olmayan. Ona görə cümlələri diqqətli oxumaq lazımdır. Bəzən diqqətsiz olduqda səhvə yol vermək olur. 1. Birinci sırada 1, 3, 4. 1, 3, 4 hansı göllərdə? Tanganika, Eir, Titicaca. Gondwana aid materiklərdə yerləşir. Tanganika yerləşir Afrikada, bəli, Gondwana aiddir. Titicaca yerləşir
Cənubi Amerikada o da Gondvanaya aiddir. Eir gölü də Avstraliyada yerləşir. O da Gondvanaya aiddir. Bunların hər üçü bir-birinə aiddir. Ona görə ümumi olmayan soruşur bizdə. Bu isə ümumi olan cəhətdir. Ona görə biri çıxacaq. 2, 3, 5 mülayim iqlim qurşağında yerləşir. 2, 3, 5 göl hansıdır? Michigan, Eir, Baykal. 2 mülayim iqlim qurşağında yerləşir. Eir gölü Avstraliyadadır. Tropik bir növ iqlim qurşağında yerləşir. Elə oxşar olmayan, bir-birinə oxşar olmayan cəhətlərdir. Ona görə burada elə 5-ciyə bax Baykal gölünə baxmağa ehtiyac yoxdur. Deməli cavabın biri olacaq 2. Sonra 1, 2, 5 axarlı göl hesab edilir. Ümumiyyətlə 1, 2, 5. Üstdən başqa bunlar əksəriyyəti hamısı demək olar ki, axarlı göllərdir. Eir gölündən başqa. 1, 2, 5. Tanganyika, Michigan, Baykal. Hər üçü axarlı göl hesab olunur. Deməli çıxdı. Bizə ümumi olmayan deyir. Burada isə üçünə də ümumidir. 4. 3, 4, 5. 3, 4, 5. Yəni Eir, Titicaca, Baykal. Litosfer tavalarının yerləşdiyi materik tropik xətti ilə kəsişir. Yerləşdiyi materik tropik xətti ilə kəsişir. 3, 4, 5. Eir gölü Avstraliyadadır, bəli kəsişir. Titicaca Cənubi Amerikadadır, bəli Cənubi Amerika tropik xətti ilə kəsişir. Baykal da Avrasiyada yerləşir, Avrasiyada şimal tropik xətti ilə kəsişir. Deməli bu da oxşardır. Deməli çıxdı. 5-ci şərt. 1, 2, 3. 1, 2, 3 hansıdır? Tanganyika, Michigan, Eir. Litosfer tavalarının konvergen sərhədində yerləşir. Yəni bir növ toqquşma zonasında yerləşir. 1, 2, 3. Yəni Tanganyika, Michigan, Eir. Bunlar litosfer tavalarının konvergen sərhədində yerləşmir. Axı bir növ Eir gölü litosfer tavalarının platformanın mərkəzində yerləşir. 5 səhvdir. Uyğun olmayandır. Ona görə 5 çıxdı. 2, 5. Yalnız bir ölkə ərazisində yerləşir. 2, 4, 5 yalnız bir ölkə ərazisində. Michigan, Titicaca, Baykal. Michiganla 2 ilə 5 doğrudur, Baykal düzdür. Amma Titicaca Peru ilə Bolivia sərhədində yerləşir. Ona görə səhvdir. Bu da ünlü olmayan cəhətdir. Cavabımız olacaq 2, 5, 6. Gəldik çatdıq 25-ə. "30 dərəcə şərq uzunluğunda yerli vaxtla günəş saat ilə saat 3:40-dır. Ondan cənub-qərbdə yerləşən yay gün dönümündə günəş şüalarının günorta vaxtı 45 dərəcə bucaq altında düşdüyü K məntəqəsində saat 19:28-dir. K məntəqəsinin coğrafi koordinatlarını müəyyən edin." Deməli, 30 dərəcə şərq uzunluğunda yerli vaxtla saat 3:40-dır. Ekvator xəttini çəkirəm. Greenwich çəkirəm. Ekvator xətti 30 dərəcə şərq uzunluğu. Saat burada 03:40-dır. Digər məntəqə isə 19:28-dir və ondan qərbdə yerləşir. Yəni solda yerləşəcək. Gələn baxaq görək, qərbdə yerləşsə saat etibarilə deməli geridədir də ondan. Geridədirsə amma saat 19:28-dir. İndi deyə bilərsiniz ki, müəllim nətər olur? 30 dərəcə şərq uzunluğunda saat 03:40-dır. Amma digər məntəqə ondan qərbdə yerləşir. Saat geridir, amma 19:28-dir. Deməli bundan bir gün geridir. Gəlin görək ilk öncə bunlar arasında nə qədər vaxt fərqi var. On 19:28, 24-dən
24 saatdan 19:28-i çıxsaq, yerdə neçə qalar? 4 saat 32 dəqiqə. 4 saat 32 dəqiqələ tarixə gəlib çatmağa vaxtı var. 3:40-da buradan vaxtı var. 4 saat üstəyəsin 3:40. Nə qədər eləyər? 8 saat 12 dəqiqə. Çünki 1 saatımız 60 dəqiqədir axı. 32 ilə 40 toplam 72 dəqiqə eləyir. Artıq oradan da 1 saat 12 dəqiqə oradan vaxt farqı. 1 saat 12 dəqiqə edir o da. 7 saatda bu. 8 saat 12 dəqiqə. 8 saat 12 dəqiqə vaxt fərqi var. İndi onun K məntəqəsinin coğrafi uzunluğunu tapmaqdan sonra 8 saat 12 dəqiqəni çevirək dərəcəyə. Onu gəlin ilk öncə 8 saat 12 dəqiqəni dəqiqəyə çevirək. Çünki 1 dərəcəmiz 4 dəqiqədir deyə, dəqiqə ilə nədir tapacaq deyə 8 saat 12 dəqiqəni də dəqiqəyə çevirək. O da eləyəcək 8 saat 480 dəqiqə, 12 dəqiqədə o da üstünə yazsın 12 dəqiqə, 492 dəqiqə. 492 dəqiqəni də dərəcəyə çevirəndə böləcək onu 4-ə. Böləndə 4-ə nə qədər eləyir? Böləndə 4-ə. Eləyəcək 123 dərəcə. 123 dərəcə. Deməli, 30 dərəcə şərq uzunluğundan 123 dərəcə qərbdə yerləşir. 30 dərəcə şərq uzunluğundan 123 dərəcədə bəri gedəndə nə qədər eləyəcək? Onun 30-u bu şərqdə qalacaq. Yerdə qalır nə qədər? 93 dərəcə qərb uzunluğu. Deməli, məntəqənin coğrafi uzunluğu 93 dərəcə qərb uzunluğudur. Burada da 93 dərəcə qərb uzunluğu verirəm. Bir dənə C variantıdır. Coğrafi enliyi ilə tapmaq olardı. Yay gün dönümü deyirsək, yay gün dönümündə günəş şüalarının günorta vaxtı 45 dərəcə bucaq altında düşdüyü məntəqə cənub-qərbdə dediyi üçün K məntəqəsi də bir növ cənub yarımkürəsi götürəcək. Deməli, həmin məntəqə ilə günəşin zenitdə olduğu məntəqə, yəni şimal tropik arasında 55,5 dərəcə fərq olub ki, 90-dan 55,5 dərəcə fərq olub ki, aldığımız nəticəndə 90-dan çıxmışıq, 44,5 dərəcə eləyib. İndi o 45,5 dərəcənin də 20,5 dərəcəsi şimal yarımkürəsində olub deyə, yerdə nə qədər qalır? 22 dərəcə də cənub yarımkürəsində qalır. Həmin məntəqənin coğrafi koordinatları 22 dərəcə cənub enliyi, 93 dərəcə qərb uzunluğu olur. Bugünlük bu qədər. 25 dənə sualdır. Axırda nitqə görə üzr istəyirəm. Yəni artıq yoruldum deyə demək olar ki, bəzən fasilələr çox oldu. Çox sağ olun, uğurlar.